Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U15 Liqası Zirə sabah görüşünü sizlərə təqdim edirik. Ümid edirik ki, hər iki komandanın ifasında gözəl futbol izləyərik. Ənənəyə uyğun olaraq qonaq komandanın futbolçuları meydan sahiblərini salamlayır. Biz isə həm hakimlərimizə, həm də iki komandaya da uğurlar arzu edirik. Görüşü idarə edən hakimləri sizə təqdim edirəm. Baş hakim Ziya Nəsirov, ona kömək edir Gülnuri Əkbərzadə və Rəşad Quliyev. Ümid edirik ki, həmişə olduğu kimi bugün də işlərin ötəsindən layiqincə gələcəklər. Hörmətli futbol azarkeşləri mərkəzdən Zirə futbolçuları topu oyuna daxil edir. Komandaların heyətləri belə ilk növbədə qonaq komanda Sabahda qapıda 13 Ziya Nuriyev, 2 Nizami Nəbiyev, 3 Vaqif Məmmədli, 4 Əbdülbəkir Abdullayev, 5 Cavanşir Oruclu, 8 Cəfər Cəfərzadə, 10 Firdovsi Şeydayev, 16 Mustafa Mustafayev, 17 Ruslan Əbilov, 20 Xəzər Hüseynzadə, 99 Rəvan Məmmədov. Baş məşqçi Şahin Zeynalovdur. Zirədə qapıda 1 Əlican Axundzadə, 7 Ümid Mirzayev, komandanın kapitanıdır. 4 Raul Paşayev, 6 Oğuz Əlisoy, 8 İlqar Həbibov, 11 Novruz Hüseynli, 18 Hüseyin Rəhim, 19 Cəfər Balakişiyev, 22 Yusuf Həsənov, 44 Məhəmməd Əlili, 77 Fərid Aslanlı. Və Zirə komandasının baş məşqçisi Natiq Kərimlidir. Altdan Sabah oyuncuları topu oyuna daxil edir. Vaqif irəli oynayır. Rəvan bu epizodda sona qədər mübarizə aparmağa çalışırdı. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Əbubəkirin ötürməsi. Ruslan ötürdü sağ cinaha. Nizami Fərid ona qarşı mübarizə aparırdı. Qısa divar ötürmələrinin şahidi oluruq. Zirə futbolçuları əks hücum qurmaq üçün əla bir imkan qazandılar. İlqar Novruz istiqamətinin Novruz sürətlə cərimə meydançasına daxil. Novruz qapıya zərbə və gol. Zirə hesabı açır. Gözəl qurulmuş hücum idi. Qısa, xırda ötürmələrin şahidi olduq və nəhayət Zirə oyuncuları görüşün 4-cü dəqiqəsində hesabı açdı. Vurulan bu golun təkrarı bizə bir daha təqdim olunsa çox gözəl olardı. İzləyirik. Novruz, İlqar, yenidən Novruz. Hüseynli sürətlə cərimə meydançasına daxil olub və uzaq küncə bu cür dəqiq zərbə indirir. Nizami out atışını yerinə yetirəcək. Xəzər ondan ötürmə gözlürdü. Xəzərlə oynayır. Xəzər. Zirələrin presingi var. Rəvan, yox, hakim davam dedi. Vaqif. Vaqif topladı, hələ ki topladı. Ruslan. Qapıya zərbə vurmağa imkan axtaram, o qədər təhlükəli olmayan zərbə ilə yadda qalır. Alican. Cərimə zərbəsindən Raul Paşayev topu oyuna daxil edəcək. Hakimdən işarə gəlir qapıya. Zərbə məsafə uzaqdır və top qapının üstündən keçir. Vaqif Məmmədli outdan növbətdə və topu oyuna daxil edəcək. Rəvanla oynayır. İrəliyə doğru ötürmə Novruz, amma bəli Novruz yox, az qala Əbubəkir komandanın kapitanı vaxtında müdaxilə edir. Sağ cinaha doğru ötürmə Rəvan. Top meydanı tərk edib. Sabah oyuncuları out atışını yerinə yetirəcək.
Ötürmə Rəvan istiqamətinə. Rəvan hələ ki bəli içəriyə daxil. Rəvan qapıya zərbə və hesab bərabərləşir. 1-1. Gözəl zərbə idi. Gözəl keçid idi. Hesab görüşün 28-ci dəqiqəsində bərabərləşir. Rəvan Məmmədov çox çalışırdı bugünkü oyunda. İlk dəqiqələrin fəallığı ilə seçilir. Nəhayət görüşün 28-ci dəqiqəsində bu öz bəhrəsini verir. Baxırıq içəriyə daxil oldu və sol ayağı ilə gözəl zərbə ilə yadda qalır. Alican qapıdan zərbə ilə topu oyuna daxil edir. İrəli oynayır. Cəfər qarşılamış topu. Firdovsi. Cəfərzadə. Hakim davam edir və topun meydanı tərk etmədiyini içəriyə ötürmə. Qarışıq bir vəziyyət yaranıb Rəhim. Və beləliklə hörmətli futbol azarkeşləri qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri Zirə Sabah görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə tərəflər hərəyə bir gol vurdular. Əvvəlcə görüşün 4-cü dəqiqəsində Novruz Hüseynli hesabı açdı. Bu goldan 24 dəqiqə sonra isə Rəvan Məmmədov bərabərlik golunu vurdu. Ümid edirik ki, ikinci sırada bizi hər iki komandanın ifasında gözəl futbol gözləyəcək. Xəzər Firdovsi ilə oynayır. Firdovsi nə etdi burada? Qapıya zərbə çox təhlükəli. Zərbə izləyirik. Firdovsi Şeydayev. Küncüdən zərbə təyin edir hakim. Ruslan. Sağlı oynayır. Nizami. Rəvanın ötürmə gözlür. Rəvan istiqamətini ötürmə. Alican və topu əlindən buraxır. Hücum devam edir. Firdovsi. Zirəlilər topu uzaqlaşdırmağa çalışırlar, amma Sabah hücumunu devam etdirmək fikrindədir. Rəvan ötürmə. Xəzər istiqamət qapıya zərbə və gol. O nə ötürmə idi. O nə gözəl ötürmə idi. Pirlo ona xatırladır bizə. Iniesta'nın Xavini gözəl ötürmə idi. Xəzər Hüseynzadə bu ötürməni qola çevirməyə bilməzdi. Başqa dillə desək, bu ötürməni qola çevirməmək günah olardı. Gəlin ötürmənin, qolun təkrarını bir daha izləyək. Təkrarı görmək istəyirik. Rəvan burada necə ötürmə etdi Xəzər istiqamətinə. Sabah 2 gol vuraraq hesabı öz xeyrinə dəyişməyi bacarıb. Nizami. Zirəlilər topu uzaqlaşdırmağa çalışır, amma qapıya zərbə və gol. Ayxan İbadov Sabahın 3-cü golunu vurur. Fərq 3-1. Hörmətli futbol azarkeşləri qeyd edim ki, və hakim burada əldə oyuna görə sarı vərəqə göstərir. Komandanın kapitanı Əbubəkir Abdullayev topun qarşısını əli ilə kəsdiyinə görə cəlmə zərbəsi ilə topu Zirəlilər oyuna daxil edəcək. 4 nömrəli oyuncu Raul Paşayev. İlk hissədə də onun qapıya cəlmə zərbəsindən bir təhlükəli zərbəsini izləmişik. Hakim bildirir ki, mənim işarəmdən sonra topu oyuna daxil edə bilərsən. İçəriyə doğru ötürmə də ola bilər. Rəvan, Raul və top qapıya daxil olur. İnanılmazdı. Zirə oyuncuları gözəl gol vururlar. Raul Paşayev topu qapıdan keçirir. İnanılmazdı. Mən də inanmırdım ki, oradan qapıya zərbə indirəcək. Amma Raul özünə inanırdı. Ziya Nuriyev.
Zirə out atışını yerinə yetirir. 3-2. Yenidən oyunun həyəcanı qayıdır. Görüşdə vurulan qolları bir daha xatırlayaq əvvəlcə. Novruz, indi Alican. İrəli çıxır. Nizami. Sağlı oynuyor. Süleyman içəriyə doğru. Ötürmə qapıya başla zərbə, top qapının yanından keçir. Ezel out atışını yerinə yetirdi. Firdovsi solla oynuyor. Ayxan İbadov və Alican burada nə etdi? Bir anlıq Manuel Neuer'i xatırladır bizə. İrəliyə çıxaraq topu qüvvətli. Zərbə ilə Zirənin növbəti hücumuna başlamağa çalışırdı. Outdan Zirə oyuncuları topu oyuna daxil edir. İrəliyə. Ötürmə Firdovsi Şeydayev. Firdovsi Sabah ilə əldə çoxalmağa çalış. Firdovsi uzaqdan göndərir qapıya. Uzaqdan zərbə vurur və top bu cür qapıya daxil olur. Daha bir gözəl qol izləyirik. Raul'un qoluna Firdovsi bu cür cavab verir. Təxminən eyni məsafələrdən qapıya zərbə indirilmişdi. Və azarkeşlər Firdovsini alqışlayır. Qolun təkrarını izləyirik. Firdovsi mərkəz xəttini özü keçdi. Uzaq məsafədən solla qapıya gözəl zərbə indirir. Üçüncüdən zərbə ilə Zirə topu oyuna daxil edəcək. İçəriyə ötürmə izləyirik. Qapıya zərbə olacaqmı? Yox. Və hörmətli futbol azarkeşləri qarşılaşma başa çatır hər iki komandaya. Gözəl oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşı seçirəm. Zirədə 4 nömrə Raul Paşayev, Sabahın heyətində isə 99 Rəvan Məmmədov. Bizə ayrılmış vaxt burada başa çatdı. Sağ olun. Ən əsası odur ki, sağlam olun.